Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaxşı xanım Bağırova sizə Hilal kurslarının 24 may tarixində təşkil etdiyi 4-cü siniflər üzrə 2-ci ümumi sınaq imtahanındakı ingilis dili suallarının izahını verəcəyəm. Uşaqlar, məndə yenə də B variantıdır. Mətndən başlayır B variantı. Mətni oxuyub tərcümə eləyəcəm, cavabları deyəcəm, mətnə aid sualların. Daha sonra qrammatik sualların izahına keçəcəyik. Gəlin başlayaq. Deməli, read the text and answer the questions. Mətni oxuyuruq, suallara cavab veririk. It's Saturday afternoon and everyone in the house is busy. Deyir ki, 6-cı gün günortadan sonradır və evdə hamı məşğuldur. My mother is making soup and baking a cake in the kitchen. Mənim anam sup bişirir və mənim anam mətbəxdə sup hazırlayır və deməli tort bişirir. My father is cleaning the balcony and listening to music. Atam balkonu təmizləyir, eyvanı yəni təmizləyir və mahnıya qulaq asır. My little brother is playing a video game in the living room. Balaca qardaşım qonaq otağında video deməli oyunu oynayır. He's shouting because he's very excited. O qışqırır çünki o çox həyəcanlıdır. I am sitting near the window and doing my homework. Mən pəncərə yaxınlığında oturmuşam və ev tapşırığı edirəm. Outside the weather is windy and rainy. Çöldə hava küləkli və yağışlıdır. Some children are running in the street and laughing loudly. Deməli, bəzi uşaqlar çöldə gəzir və ucadan gülürlər. A cat is hiding under a car because it's afraid of the rain. Uşaqlar, burada diqqət edirik nəyə? İtə. İt burada kətə aiddir. Yəni buna belə deyək də fikir verək. Gəlin uşaqlar. 26-cı suala baxaq. Choose the correct title to the text. Mətnə düzgün başlıq seçək. A-da deyir ki, sitting on the balcony. Balkonda oturmaq, uşaqlar, yəni bunun dəxlisi yoxdur. Baking a cake, mətn sadəcə tort bişirmək haqqında deyil. In the living room, qonaq otağında nə əlaqə? The weekend of my family, bəli, ailəmin, belə deyim də, həftə sonu, bəli, 6-cı gündür, ailənin etdiyi işlərdən söhbət gedir. Rainy weather-də mətnin əsas ana başlığı yağışlı hava deyil. Sadəcə bir dənə cümlədə havanın yağışlı olduğunu bildiriblər. Bu da uşaqlar mətnə başlıq ola bilməz. Deməli, cavab the weekend of my family olacaq. Daha sonra uşaqlar 27-ci suala baxırıq. Düzgün variantı seçin. Uşaqlar, bu tip sual eləyəndə mütləq şəkildə mətndəki cümlələrə fikir veririk. A-da deyir ki, anam balkonu təmizləyir. Uşaqlar, ana balkonu təmizləmirdi. Balkonu təmizləyən ata idi. Çıxdıq. B variantında qardaşım küçədə qaçır. Küçədə qaçan qardaş deyildi. Qardaş oyun oynayırdı. Aha, yenə dəqiqləşdirmək üçün baxdım, çıxdıq. Baykın altında pişik, yəni velosipedin altında gizlənib. Xeyr, gəlin o cümləyə yenə baxaq. Maşının altında gizlənib. Bu da səhvdir. My mom is shouting, yox, qardaş qışqırırdı, həyəcanlı olduğu üçün. It's the 6th day of the week. Həftənin 6-cı günüdür, bəli. Yəni söhbət 6-cı gündən gedir. Daha sonra uşaqlar afraid sözünə sinonim istəyir. Sinonimin altına xətt çəkək. To be ifadələrdə əslində bunu həmişə biz soruşanda ki, qorxmaq nədir? Həmişə 3 dənə sinonim deyirdiniz. Hansıları idi uşaqlar? To be afraid of, to be scared of, to be frightened. İndi uşaqlar burada məlum məsələdir ki, nə olacaq? A variantı. Scared olsaydı, scared də götürə bilərdik. Underline it, bayaq demişdim. Uşaqlar, it nəyə aid idi? Gəlin yenə də baxaq. Pişiyə aid idi. Düzdürmü? Pişik deyirdi, maşının altına gizlənir çünki yağışdan qorxur. Deməli, uşaqlar, burada nə olacaq? A cat. Düzgün baxaq, birdən başqa variantı götürərik. 30-da mətnə aid axırıncı sualdır uşaqlar bu. Mətndə bu haqqında məlumat yoxdur. Ata, daha doğrusu my brother, qardaş var, hava haqqında var, pişik haqqında var, ata haqqında var. Yəni atadan nə etdiyini bilirik də. Amma video game'in adı yoxdur. Uşaqlar, cavab olacaq Y variantı. Uşaqlar, gəldik 31-ci suala. Biraz bunu uzaqlaşdıraq. Düzgün variantı istəyir. Uşaqlar, some gəlib, fish gəlib. Məlum məsələdir ki, nə verməliyik? Zera. Cavab olacaq B variantı. Cəmsimlə zeriz olmur. Have got nə əlaqə? Has got olmaz. It is nə də cəmsim verə bilmərik. 32-ci sual say mövzusudur. 538. Uşaqlar, 500 sayları cəmləmirik. Çıxdı. 800, 800 demir axı, 500 deyir. 53, 53 və 8 nə əlaqə? D nə əlaqə? Cavab qalır Y. 500, aha, 500 and yüzlüklə onluq arasında and qoya bilirik. 38-də düzgün cavabımız olacaq Y variantı.
Uşaqlar, daha sonra gəldik 33-cü suala. Deməli, nə deyir bizdən? Düzgün variantı. Sloth, ərincək heyvan, tənbəl heyvan da deyə bilirik. Lüğətimizdə var. Necə bir heyvandır uşaqlar? Lazy. Yəni burada lazy sözünün mənasını bilən uşaq götürə biləcək. Düzgün olmayan sual cümləsini seçindir. Düzgün olmayan. Aha. Uşaqlar, səhvi seçməliyik. A variantında deyir ki, have those boys mother. Aha. Apostrofdan sonra mother'ın have ola bilər. Uşaqlar, xeyr. Cavab olacaq A variantı. Gəlin digər variantlara da baxaq. Has Ayla got düzdür. Have they got düzdür. Has this man got düzdür. Has your friend got a house da doğru ifadədir. 35-də daz leşlənən düzgün variantı seçindir. Yəni köməkçi feilimiz daz olmalıdır. A-da dazı qoya bilərik uşaqlar. Əslində granny ilə daz olar, amma B-nin ısısı düşməli idi. B, does your brother take out the trash? Bəli, B doğru cavabdır. Gəlin dairəliyək. C-də parents cəmdə daz olmaz. Baby kittens. Baxın ha. Uşaq, yəni bəbə, pişik balalar, yəni balaca. Bu cəmdir. Baby'yə baxıb daz gedib götürməyin. Kittensa baxmalısınız. C-ni çıxdıq, D-ni çıxdıq. Children'dan da daz olmaz. Y-ni çıxdıq. Cavab qaldı B. Yenə də oxuyaq. Does your brother? Aha, doğru cavabdır. Düzgün yenə də sayıları istəyir uşaqlar. Zera deyirəmsə, mütləq bura verməliyəm. Kardinal, yəni miqdar sayıları. Baxıram, heç ordinal birinci tərəfdə olan yoxdur. Yazılışlarına baxaq uşaqlar. Bütün sayıların yazılışları doğru verilib. Deməli, tərcümə mənim üçün önəmlidir. Əgər sinif otağımda 12 dənə, belə deyim, desk varsa, parta varsa, mənim partam 3-cüdür. Deyə bilərəm, amma qabağında Z artiklı verilməyib. B variantı, 18 dənə parta var, mənim partam 5-cidir, ola bilər, cavab B olacaq, amma digərlərinə də baxaq. 19 dənə var, 6-cının Z-si yoxdur, 20 dənə var, 9-cunun E-si düşməli idi. 12 dənə parta varsa, mənimki 15-cidir, yəni mənim partam bu məntiqi cəhətdən yanlışdır. 37 yelək hal istəyir uşaqlar, amma apostrof S, bilirsiniz də, yelək hal, apostrof S ya da apostrof olur. D apostrof S, children apostrof S, Mrs. Hamidli, bəli, cavab olacaq A. A mouse apostrof S, amma students apostrofdur. C-də boys apostrofdur, D-də doctors apostrofdur, Y-də puppies apostrofdur. Ona görə cavab qalır A variantı. Look. Uşaqlar, look varsa, əmr cümlələrindən sonra biz nə veririk? Davam edici zaman. Ofdan da əvvələ baxıram. Daughters cəmdə olacaq. Are setting. Burada t-nı qoşalaşdırmayıblar. Təşkilcəli bəzi feilləri bilirsiniz ki, qoşalaşdırırıq. Məsələn, cuttingdir, settingdir, puttingdir. Burada da cavab olacaq Y variantı. 39-da düzgün variantı istəyir. Uşaqlar, gəlin baxaq. Aha, hər iki cümləyə hansı zaman zərfi gedə bilər? Bax, birdən baxıram ki, plain ing-si yoxdursa, mən ora stildir, nə oldu qoya bilmərəm. Every day ilə də twice edə uşaqlar, bilirəm ki, cümlədə feilin qabağında gəlmir. Ya əvvəldə, yəni cümlənin ən əvvəli, ya da ən sonrası. Ona görə qalır cavab usually. Gəlin burada C yazaq. 40-da cəm isimlər olan düzgün variantı deyir. Aha, cəm isimlər olan düzgün variantı. Draft şaşkın, amma news xəbərlər, xəbər daha doğrusu, cəm deyil, təkdir, progress physics sayılmır, race clouds, bəli, təbiət hadisələrində bunları sayılan kimi götürdüyümüz üçün avtomatik cəmlənə bilir. Grass topluluq bildirir, sayılmır, cheese və cheese bunlar da həmçinin sayılmır. Niyə bunu deyirəm uşaqlar? Çünki sayılmayan isimlər cəmlənə bilməz və cəm isim kimi götürülə bilməz. Choose the word which is not a bird. Quş olmayan. Aha, eagle, qartal, crow, qarğa, owl, bayquş, parrot, papuqay, yəni tutuquşu, amma ladybug nə idi uşaqlar? Uğur böcəyi də belə deyək. O həşəratdır, quş deyil. Daha sonra uşaqlar 42-ci suala gəldik. Neçə dənə düzgün əmr cümləsi var? Burada saymalısınız. Put your pen on the table. Birdə problem yoxdur, götürürəm. It's very cold, don't to. Aha, ikini götürmürəm. Cats don't like apples, never gives them. Ola bilər, əmr cümlələri inkarı never və don't-dan olur. Elvin, write your letter. Ola bilər. Children'dan sonra virgül qoymayıblar, səhvdir. Aha, uşaqlar, mənim deməli 1 oldu, 1, 3 və 4. Yəni 3 dənə doğru cavabım olacaq.
Yanlış üzə aid, yəni üzünüzə aid olmayan bədən üzvləri kimi. Uşaqlar, burun üzdədir, mouth üzdədir, eyebrows, qaşlar üzdədir, lips, dodaqlar üz hissəmizdədir, amma ürək üz hissəmizdə deyil. Bir dəqiqə bunları gəlin bura C yazaq. Gəlin bura A yazaq. Düzgün variantı seçin. We blank, yəni boşluğu swim in the sea now. There are many waves. Çoxlu dalğalar varsa uşaqlar, biz dənizdə üzə bilmərik. Cavab olacaq C variantı. Tərcüməyə görə can gedir. Cannot ayrı inkarı olmur. May yenə də olmaz. May not da bitişik inkarı olmur. Düzgün olmayan, numerativ sözlər. A piece of chocolate deyə bilirik. A pair of tights deyə bilirik. A bottle of fruit juice deyirik. A kilo of nut burada cəmlənməli idi. Doğru cavab, yəni düzgün olmayan cavabımız budur. Bizə lazım olan bir dilim də daha doğrusu çörək deyirik. Cavabdır. Mənim evcil heyvanımın baytarı. Uşaqlar, feildən qabaq gəlib. Adlıq haldır. Baytar he də olar, she də olar. She olmadığına görə rahatlıqla C variantını götürəcəm. İsimlər olan doğru variantı seçin. Uşaqlar, şay utanqac sifətdir. Şip düzdür. Biri qoyundur, biri nə idi bunun adı? Gəmidir. Hot istidir, bu ancaq sifətdir, isim istəyir. Cloud isimdir, amma collect toplamaq ancaq feildir. See isim ola bilər, amma bu birisi see nədir uşaqlar? Görmək feildir. Yəni A-da şay oldu sifət, C-də hot oldu sifət, D-də də collect-dən Y-də see oldu feil. Bizə ancaq isim lazımdır. 48 düzgün əvəzlikləri seçin deyir. Uşaqlar, baxıram, woman təkdədir, Y getdi, B getdi. Söhbət qadından gedir, ikinci tərəf she olacaq. O və Z. Uşaqlar, malikanə sözündən sonra o və Z gəlibsə, malikanənin qabağına nə qoymalıyam? Z. So, deməli, Z olmaz, Z olmaz. Burada da woman təkdir deyə B-ni zaten çıxmışdıq. Cavab qalacaq C. Bir də oxuyaq. This woman is rich. Düzdür. Bu qadın deyir varlıdır, zəngindir. She lives in that mansion over there. O oradakı malikanədə yaşayır. Uşaqlar, son iki sualımız qaldı. Is it blank bedroom? Uşaqlar, is it yəni bunların hamısı hal-hazırda okeydir. Gəlin ikinci tərəfə baxaq. No, it isn't bedroom. Uşaqlar, bedroom isimdir. She-dən sonra isim gəlməz. Deməli, çıxdıq. I-dan sonra isim gəlməz. Digərlərindən sonra isim gəlir. You-dan sonra, baxın, bedroom. You-dan sonra isim gəlməz. Burada artıq tərcümə edən A olacaq. Is it your bedroom? Bu sənin yataq otağındır. No, it isn't. My bedroom is on the daha doğrusu third floor. Deyir, mənim 3-cü mərtəbədədir yataq otağım. Cavab olacaq A. Niyə olmaz? Uşaqlar, bunu da deyim. Deyir ki, bu onların yataq otağıdır. Sonra deyirsə ki, yox, mənim yataq otağım 3-cü mərtəbədədir. Biraz məntiqlə uyğun gəlmir. Axırıncı sual. Məntiqi. Coğrafiyada nə öyrənirik? Maps. Maps-də nə var? Numerals. Health Lodge. Sağlamlıq mərkəzində nə var uşaqlar? Təbii ki, olacaq doctor. Çünki sağlamlıq mərkəzində dragonsdur, dressesdir, dollsdur, ducksdur, nə əlaqə olmaz. Belə uşaqlar, inşallah ki, bu son sınavınız yaxşı olub. Hamıya uğurlar. Allah yolunuzu açıq eləsin. Sağ olun.